Uzun aradan sonra yenə sizlər üçün turşu bloqu çəkmişəm. Bu dəfə içi doldurulmuş gavalı hazırladım. Gavalılar bərk olmalıdır. Orta hissəsindən bölüb çərdəklərini çıxardırıq. Daha sonra içlik hazırlayırıq. İçlik üçün bizə kök, acı bibər, şirin bibər, sarımsaq, cəfəri, duz, istiot lazımdır. İçliyi hazırladıqdan sonra gavalıları bir-bir doldurub yığırıq. Daha sonra bankaya nə qədər tutursa gavalını düzüb, üzərinə 1 çay qaşığı duz, 2 ədəd qənd və banka aparana qədər üzüm sirkəsi əlavə edib, qapağını sıx şəkildə bağlayırıq. Belə hazırlayıb qışa da saxlaya bilərsiniz. Bir həftədən sonra açıb yeyə də bilərsiniz. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Sağ olun, gələn videolarda görüşənədək.